Ailə dəyərləri silsiləvi çəkilişlərimizin mövzularından ən mühümü elə bu mövzudur ki, ailə özü dəyərdir. Hansı baxışdan baxanda hələ həqiqətən də ailənin özü müqəddəs bir məfhumdur, özü özlüyündə bir dəyərdir. İstər ictimai baxımdan baxanda, istər fərdi şəkildə baxanda, istər müəyyən ideologiyalardan, onların baxış pəncərəsindən baxanda və istər də dinlə baxanda, İslami nəzərlə baxanda, Qurani-Kərimlə, hədislərimizlə baxarkən ailə özü bir dəyərdir. Necə dəyərdir? Məsələn, bugün bir gənc oğlandır. Həm qardaşdır, həm də övladdır. Amma bu gənc oğlan ailə qurandan sonra sabahın belə deyək, həyat yoldaşına çevrilir. Bir müddətdən sonra ataya çevrilir, bir müddətdən sonra babaya çevrilir, baba rolunu oynayır, ata rolunu oynayır, həyat yoldaşı rolunu oynayır. Xanım da həmçinin bugün qızdır, bacıdır, həmçinin də övladdır. Sabah həyat yoldaşıdır, o biri gün anadır və yaxud ondan sonra da nənədir. Bu ailə bu baxışla baxanda həqiqətən də dəyərdir ki, hər birimiz də, hər bir insan da bu metodlar, bu yollardan keçir. Bu belə deyək, dəyərlərdə özü dəyər tapır, yetişir, cəmiyyətə inkişaf edib, cəmiyyətə adaptasiya olur. Biz bugün din baxımından, Qurani-Kərim baxımından baxaq ki, Qurani-Kərim ailənin dəyərli olmasını necə təqdim eləyir, necə göstərir. Məsələn, ailə ata, ana, bacı, qardaş və övladdan ibarətdir. Quranın bir çox yerlərində Allah Teala müəyyən məsələlərə toxunmaqla o məsələlərin içində hətta bəzi məsələlərin də araşdırılmasını və yaxud onlara diqqət olunmasını bir növ mesaj olaraq bizlərə ötürür. Məsələn, və validin və ma vələd, and olsun ataya və oğula. Düzdür, təfsirdə indi söhbət məsələn Həzrəti Adəm Peyğəmbər və onun oğlundan gedirsə, amma burada əsas məfhum, əsas diqqət çəkən məsələ Allahın ataya və oğula and içməsi ilə, çünki insan and içəndə bir şeyə, o şeyin dəyərli olmasını bildirir. Allah Taala'nın da ata və oğula and içməsi ilə iki məsələ burada belə deyək, gündəmə gəlir ki, onun biri atanın dəyəridir, bir də oğulun, yəni övladın dəyəridir. Və Allah da ikinci tərəfdən and içir, yəni onların dəyərini göstərir. Bir çox belə ayələr var Qurani-Kərimdə ki, müəyyən bir mövzudan danışaraq diqqəti həmin mövzunun içərisində müəyyən şeylərə də ayırır. Məsələn, atanın dəyəri, atanın ehtiramını, hörmətini qorumaq, saxlamaq. Ata hər bir övlad üçün dəyərli bir varlıqdır. Ana da həmçinin. Övlad da həmçinin valideyn üçün dəyərdir. Qardaş da həmçinin, bacı da həmçinin. Ki, bu ailənin üzvləri bu şəxslərdən ibarətdir. Qurani-Kərimdə bunlara toxunur. Hətta insanın öz doğma yox, belə deyək, ona hamilik eləyən, el dilində desək, ögey ana və yaxud atası da olsa belə, yenə də Qurani-Kərim, bizim dinimiz, İslam dini onu dəyərli sayır. Onu dəyərli olmasını önə çəkir, onu qabardır, mövzunu belə deyək, daha da əhəmiyyətli göstərir. Məsələn, o ayələrdən biri Həzrət Musa Peyğəmbər ki, Fironun, özdə hansı Firon, Ənə Rabbukumul Əla, mən sizin ən üstün Rəbbinizəm, uca Rəbbinizəm deyən, Allahlıq iddiası edən Fironun evində böyümüşdü ki, uzun bir məsələdir və Həzrət Musa Peyğəmbər ki, müəyyən bir hadisə baş verdi və məcburiyyət qarşısında qalıb həmin məkandan uzaqlaşdı. Bir neçə illər ki, orada qalmadı.
və bir müddətdən sonra ki, peyğəmbərlik verilmişdi ona və üzərinə bir vəzifə qoyuldu. Allah Taala Həzrəti Musa və onun qardaşı Harun peyğəmbərə əmr eləyir. Quranda ayə belədir ki: "İzhəba ilə Firavun innehu təğa." İkiniz də gedin Fironun yanına, çünki o həddi aşanlardandır. Gedin ona nəsihət edin, onu doğru yola yönəldin, doğru yola hidayət edin. Allahın əmridir Musa peyğəmbərə və qardaşı Həzrəti Haruna ki, yönəldir kimin yanına? Allahın düşməninin yanına. Amma bir söz də deyir. Söz də budur ki, ayə belədir. Fəqula ləhu qavlan ləyyinan ləalləhu yetəzəkkəru əv yaxşa. Amma gedin neyin? Gedin onunla yumşaq danışın, aram danışın. Yəni elə sözlər seçib danışın ki, o sözlər onu alçaldacaq şəkildə olmasın, qəlbini incidəcək şəkildə olmasın. Ləyyin, yəni qarşı tərəfi alçatmadan, qəlbini incitmədən, xətrinə dəymədən danışılan yumşaq, rahat bir söz. Bu mənada. Gedin onunla yumşaq danışın, ləyyinən. Yumşaq danışın ki, bəlkə o öyüd nəsihət alanlardan, ibrət götürənlərdən ola və yaxud da ki, qorxub bu işdən çəkinə. Burada Allah Taala əmr edir Həzrəti Musa peyğəmbərə xüsusi olaraq ki, getsin Fironla danışsın. Firon da təbii ki, həmin dövrdə Firon Allahlıq iddiası edən və Allahın düşmənidir. Amma Musa peyğəmbərə Allah əmr edir ki, gedib onunla yumşaq danışsın. Bu hansı bir yerdə görsənib ki, bir şəxs böyük bir düşmən ola və insan da gedib onunla xoş danışan, məsələn, yumşaq danışan. Amma Allah əmr edir. Niyə görə? Burada bir məsələ var. Düzdür, Firon, Həzrəti Musa peyğəmbərin doğma atası olmasa da, amma bir müddət Musa peyğəmbərin tərbiyəsi ilə məşğul olub, Musa peyğəmbər onun evində böyüyüb, Musa peyğəmbər onun çörəyini yeyib və Musa peyğəmbərin hamisi sayılır deyənə Allah Taala ona əmr edir ki, onun sənin boynunda bir növ atalıq borcu var, hamilik borcu var. Ona görə də onunla yumşaq danış ki, o səndən böyükdür, bu böyüklük və atalıq, hamilik ehtiramını sındırmayasan. Bu da bir növ atıya, böyüyə hörmət mənasında işlənəndir. Və digər bir ayədə Həzrəti İbrahim peyğəmbərə Allah Taala İbrahim peyğəmbərin o dastanını danışanda, İbrahim peyğəmbərin mövzularını danışarkən bu ayədə məsələn ona toxunur, bu mövzuda ona da toxunur ki, məsələn, hamımız bilirik ki, İbrahim peyğəmbərin əsl atası Tarix adında bir kişi olub ki, o da dünyasını dəyişmişdi. Azər çox ehtimal olunan və çox üzərində dayanılan dəlil budur ki, Azər İbrahim peyğəmbərin atası yox, əmisidir. Sadəcə olaraq İbrahim peyğəmbər atasız qalmışdı deyənə, o götürüb ona atalıq eləyirdi Azər və onu saxlayırdı, hamilik eləyirdi. Amma buna baxmayaraq Həzrəti İbrahim peyğəmbər məsələn, Quranda Allah Taala bir neçə yerdə var. Biri də budur ki, və iz qala İbrahimu li əbihi Azərə. Yadıma sal o zaman ki, İbrahim öz atası Azərə dedi ki, ayənin sonu da var. Amma söz burada budur ki, öz atası li əbihi Azərə, öz atası Azərə dedi. Burada əslində Azər ki, İbrahim peyğəmbərin atası deyildi, hətta buna layiq də deyildi. Niyə görə? Çünki o büt düzəldən, özü də bütpərəst olan, müvəhhid olmayan bir şəxs idi. İbrahim peyğəmbər də o cür şəxsə, yəni bütpərəst olan şəxsə atalıq elədiyinə görə, ona hamilə elədiyinə görə hətta ona nə deyir? Ata deyərək müraciət edir. Amma əslində əsl atası Azər yox, Tarix idi. Və bu kimi bir çox ayələrdə Allah Taala diqqəti bu məsələyə yönəldir. Hətta
doğma atası olmasa belə, doğma anası olmasa belə şəxsin, həmin şəxsin dəyərli olmasını, yəni valideynin, haminin dəyərli olmasını önə çəkir. Bunu önə çəkirsə, belə çıxır ki, deməli, hətta doğma valideyn də insan üçün dəyərdir və dəyərini qoruyub saxlamaq hər bir övlada, hər bir ailənin üzvünə demək olar ki, vacibdir və zəruridir. Məsələn, qardaş məsələsi. Qardaşların bir doğma qardaşı var, bir də insanın əqidə baxımından müsəlman və mömin qardaşı. Hər ikisinə Qurani-Kərim toxunub. Amma burada yenə də diqqət olunan bir məsələ budur ki, qardaşlar bir-biri ilə necə bağlı olmalıdırlar, necə məsələn bir-birləri ilə yaxın olmalıdırlar. Necə olmalıdırlarsa bunu hamı başa düşür. Bilirlər ki, doğma qardaş bir-biri ilə necə mehriban, bir-birinə başa düşən bir ananın, bir atanın övladlarıdır. Bunlar nə cür olmalıdırlar? Və ona görə də Qurani-Kərimdə Allah Taala əqidə qardaşlarını, bir-birinə yaxınlığını izah eləmək üçün qardaş sözündən istifadə edir. İnnəməl mu'minuna ixvətun. Həqiqətən möminlər bir-biri ilə qardaşlar. Hətta hədisdə var ki, əgər bundan da o tərəfə bir söz olsaydı, Allah Taala onu gətirərdi. Yəni ən üstün söz budur, qardaş sözüdür ki, yəni insan öz doğma qardaşı ilə nə cürdürsə, əqidə qardaşı ilə də o cür olmalıdır. Bu ayə əslində bu məsələni çatdırmaq istəyirsə ki, möminlər, həmi əqidə olanlar bir-birlərinə necə yaxındırlar, onun üçün misalı gətirir. Əslində elə həm misalın özünə də Allah Taala diqqəti yönəldir. Məsələn, belə bir termin var, belə bir qayda var ki, Allah Taala bəzən bir məsələni izah eləmək üçün misal çəkir, misaldan istifadə edir. Hətta hədislərimizdə də var bu. Həmin misalın misalda çəkilən əşyanın ya hər bir şeyin xüsusiyyətlərini insan başa düşərsə, ona diqqət eləyərsə, mövzunun mahiyyətini dərk eləmiş olar. Məsələn, hunnə libasul ləkum və əntum libasul ləhunə. Kişi ilə qadına ki, Allah Taala buyurur, xanımlarınız sizin libasınızdır və siz də xanımlarınızın libasısınız. Burada Allah Taala misal olaraq libası gətirib. Biz diqqəti yönəltməliyik libasın xüsusiyyətlərinə ki, libasda nə xüsusiyyətlər var, o xüsusiyyətləri insan biləndən sonra başa düşür ki, deməli, ailədə ərlə arvadın arasında bu paltar misalı xüsusiyyətlər nədirsə, bunlar da orada icra olunur və məsələnin mahiyyətini başa düşmüş olur. Məsələn, əl-mu'minu mir'atul mu'min. Hədisdə də var bu. Məsələn ki, mömin, müminin güzgüsüdür. Güzgü burada misaldır. Yəni güzgü kimidir. Necə? Baxaraq güzgüyə ki, güzgünün nə xüsusiyyətləri var? Məsələn, güzgüdə xüsusiyyətlərin budur ki, insan özünü səliqəyə salmaq üçün güzgüdən istifadə edir. Yəni, insan özünün yaxşı xüsusiyyətlərini, özünü yaxşı göstərmək üçün, yaxşı olması üçün mömin qardaşı onun üçün güzgüdür və sər və ilaxır ki, güzgünün bir neçə dənə xüsusiyyətlər var. O xüsusiyyətləri biləndə insan məsələnin, mövzunun mahiyyətini anlamış olur. İnnəməl mu'minuna ixvətun. Möminlər bir-biri ilə qardaşdırlar. Burada Allah Taala möminləri sənə qardaş olmasını bildirir. Fəəslihu beynə əxavəykum. Ona görə deyir, öz qardaşlarınız arasında həmişə mehriban olun, sülh yaradın, aramlıq yaradın və s. Deməli, qardaşı olaraq misal gətirir. Qardaş insan üçün nə cürdür? İnsan birinci ona diqqət eləməlidir ki, mənim atadan bir, anadan bir qardaşım. Hətta Qurani-Kərimdə Allah Taala Həzrəti Musa Peyğəmbərlə Həzrəti Harunun arasında olan bir diyaloqda orada Harunun dilindən belə bir söz var ki, ey anam oğlu. Hətta orada belə deyək, birbaşa demir qardaş. Ey mənim qardaşım, ey anam oğlu, yəni anadan bir qardaşdılar. Amma orada Həzrəti Musanın belə deyək, qəlbinin ülfətini oyatmaq üçün, onda bir
məsələn, qəzəbini soyutmaq üçün, onu daha da özünə mehriban, daha da əziz olmasını bildirmək üçün bu təbirdən istifadə edir ki, Allah Taala da onu Qurani-Kərimdə gətirib. Bunu bir növ orada gətirməklə elə bir bizə də bir mesaj ötürür ki, bəzən bu sözlərdən həm istifadə eləmək, həm də bu sözlərin mahiyyətini başa düşmək ki, yəni ailə, ata, ana, anadan, atadan bir olan qardaş, bacı bir-birlərinə nə cür olmalıdırlar, necə əziz olmalıdırlar, necə dəyərli olmalıdırlar, onları bir növ Qurani-Kərim çatdırır. Bu Qurani-Kərimin baxışından, bizim İslamın, dinin baxışından ailəyə verilən dəyərlər ki, bir çox ayələr var ki, o ayələr misal olaraq bəzi yerlərdə çəkilib, ata və yaxud ana, qardaş həmçinin. Birbaşa məsələn bəzi yerlərdə məsələn Hz. Musa peyğəmbər Fironun yanına gedərkən Allaha belə dua eləyir ki, Rabbi şrəhli sadri, İlahi mənim köksümü genişləndir. Rəbbi şrəhli sədri və yəssirli əmri, mənim işimi yüngülləşdir. Və yəfqəhu qavli, və dilimdən düyünü aç ki, sərbəst danışığım başa düşülən olsun. Və ayələrdə gəlir çatır bu yerə ki, mənə bir kömək ver ki, mən tək getməyim, o kömək də kimi olsun və Haruna əxi, mənim qardaşım Harunu mənə vəzir və köməkçi, dayaq təyin elə. Ayə bunu çatdırmaq istəyir. Bir mesajı da budur ki, əslində qardaş insan üçün elə bir dəyərdir ki, o dəyərlərdən biri budur. Qardaş, qardaşın dayağıdır. Necə Musa peyğəmbər deyir ki, qardaşım mənim dayağım olsun, vəzirim olsun, köməyim olsun, onu mənim üçün təyin elə. Yəni bunu çatdırmaq istəyir Quran ki, yəni qardaş qardaşın əslində dayağıdır. Bu da bir dəyərdir. Və bir çox ayələr var ki, bu Qurani-Kərim baxışından baxsaq, Qurani-Kərim pəncərəsindən baxsaq, ailə məsələsinə görürük ki, Qurani-Kərim bir çox məsələlərə toxunub ailənin dəyəri barəsində. Qardaşın öz yeri, bacının öz yeri, atanın öz yeri, ananın öz yeri, həmçinin də övladın öz yeri. Bir hədisi də deyib, bu hədislə sözümüzü tamamlayardıq ki, bu hədis içərisində bir çox mətləblər daşıyan bir hədisdir ki, İmam Səccad əleyhissalamla bizim 4-cü imamımızın bir göstərişi barəsində nəql olunan hədisdir. İmamın bir neçə sahabəsi ki var idi, o sahabələrdən biri var idi, adı da Zuhri idi, Zuhri. Bir gün İmam Səccad əleyhissalamla görüşəndə İmam görür ki, Zuhri, bu səhabə qəmlidir, bikefdir, halı yaxşı deyil. Səbəbini soruşur ki, ey Zöhri, niyə görə belədir sənin vəziyyətin? Niyə görə halın qəmlidir, kədərlisən, belə müasir ediləcək, belə depressiyadasan? Bu sahabə cavab verir ki, ağacan, mən qəmli olmağımın səbəbi budur. Mən elə bir haldayam ki, cəmiyyətdə mənə hal-hazırda hörmət qoymurlar. Mənə hörmətsizlik edirlər. Bu şeylər hamısı məni incidir. Məsələn, böyüklər mənə hörmət qoymurlar. Öz həmyaşıdlarım mənə ilə elə davranırlar ki, bunlar məni incidir. Hətta məndən kiçiklər də belə mənə ilə elə rəftar edirlər ki, bu da mənim alçalmağıma, təhqir olmağıma səbəb olur. Ona görə mən kədərliyəm. Yəni, cəmiyyətdə hörmətsiz bir varlıq kimi qaldığıma görə, ona görə belə bu vəziyyətə düşmüşəm. İmam Səccad ağa deyir ki, mən sənə bir göstəriş vereyim. Sən ged o göstərişi, tapşırığımı, dəsturumu həyata keçir, o cür yaşa. Ondan sonra hər bir şey düzələcək. Və göstərişini də verir. Deyir, ey Zuhri, insanlarla sən də necə rəftar edirsən elə. Amma bir dənə məsələni dəyiş, bir baxışını dəyiş. O da nədir? Birincisi, o insanlar ki, səni ilə məsələn pis rəftar edirlər, bax gör ki, onlar səndən əgər az yaşlıdırlarsa, səndən yaşda kiçiklərdirsə və səni ilə pis rəftar edirlərsə, sən sadəcə məsələyə bu cür yanaş. Denən ki, eybi yoxdur. Yəqin, mən buna layiqəm. Mən beləyəm ki, bunlar mənimlə bu cür rəftar edirlər. Və
bu cür düşüncədə ol ki, qoy eləsinlər. Çünki onlar hələ yaşda məndən kiçikdilər. Onların pis rəftarları da məndən azdır. Yəqin ki, hələ mən buna layiqəm. Onların hətta günahları da məndən azdır. Mən günahkaram ki, bu şey mənim qarşıma çıxır. İkinci dəstə səninlə həmyaş olan bacı və qardaşların. Səninlə bu cür rəftar eləsələr, sən də onları elə bu cür qəbul elə ki, eybi yoxdur. Bunlar mənimlə bu cür rəftar edirlər, elə haqq edirlər, düz edirlər. Bunlar baxmayaraq ki, mənimlə həmyaşdılar, eyni yaşdadılar. Amma bilmək olmaz, bəlkə bunların savabları məndən çoxdur, günahları mənimkindən azdır. Eybi yox, məsləhətdir, qoy eləsinlər. Və üçüncü dəstə səndən yaşda böyük olanlar. Əgər səninlə belə rəftar eləsələr, pis rəftar eləsələr, onlara da bu baxışla bax ki, eybi yoxdur, onlar yaşda məndən böyüdülər, məndən çox yaşayıblar. Təbii ki, yaxşı və savab işlərdə məndən çoxdur. Ona görə qoy eləsinlər ki, mən də nə vaxt o yaşa çataram, onda etiraz eləyərəm. Bir dənə şeyi unutma, Zuhri, İmam Səccad əleyhissalam vurur. Bir dənə şeyi unutma. Cəmiyyətdə bu üç dəstə insana sənin baxışın belə olmalıdır ki, səndən yaşda kiçik olanları öz övladların kimi qəbul elə. Səninlə həmyaş olanları öz bacı qardaşların kimi qəbul elə və səndən yaşda böyük olanları öz valideynlərin kimi qəbul elə. Necə valideynin səni incitsə incimirsən, necə bacı qardaşın səni incitsə incimirsən və necə ki övladların səni incitsə incimirsən, cəmiyyətdə də insanları bu cür qəbul eləsən, o vaxtı inciməyəcəksən. Və Zöhrü bu göstərişi, dəsturu alır və gedir. Bir müddət, məsələn, təqribən 3 ay, 4 ay keçir üstündən, qayıdır, gəlir və İmam Səccad əleyhissalam görür ki, Zuhrinin halı çox gözəldir, çox yaxşıdır, keyfi kökdür, üzü gülərdir. Soruşur ki, Zuhri, vəziyyət necədir? Deyir, ağa, düşündüyümüzdən də daha artıqdır. Deyir, necə? Deyir ki, siz deyən dəsturu əməl elədim, özümdən kiçikləri özümə övlad bildim, ya həm yaşıdlarımı, bacı qardaş və böyükləri də valideyn bildiyimə görə özümə, onlar ki, mənə neynədilər, mən onlara ancaq gülər üzlə xoş rəftar göstərdim deyənə və mən qəbul edim ki, yəni müşkül mənim özümdədir. Mən bu cür qəbul elədim və indi vəziyyət elə dərəcədə dəyişib ki, hətta nəinki kiçiklər, nəinki həm yaşıdlarım, hətta məndən yaşda böyüklər də mənim başıma hətta and içirlər. Hörmətimi həddindən artıq belə saxlayırlar. Bu, belə demək olar ki, çox gözəl bir həm də dəsturdur, bir göstərişdir. Bu məsələnin, bu hədisin, nəql olunan hədisin içərisində bir çox məsələlər var. Həm zamanənin psixoloji bir məsələsi var. Həm hədisin içərisində bizim riayət eləməli olacağımız dini bir göstəriş var. Məsələn, psixoloji tərəfi budur ki, insan bəzən cəmiyyətdə ona hörmətsizlik olarkən hər zaman, məsələn, qarşı tərəfi qınayır. Ki, niyə görə o yaxşı deyil ki, mənə bu məsələn hərəkəti elədi, bu pisliyi elədi, bu cür mənlə davrandı, rəftar elədi. Amma bir çox hallarda bəzən görürsən ki, əslində insanın öz içində baxış tərzi fərqli olduğuna görə əslində bəlkə qarşı tərəf yaxşı bir iş eləyir, yaxşı bir rəftar göstərir, amma mən onu pis rəftar kimi qəbul edirəm. Bəzən bu cür olur, baxış tərzində fərqlilik olur, düzgün olmur, düzgün baxmır. Bəzi hallarda da əgər qarşı tərəf eləyirsə, ola bilər ki, mən bunu layiq eləməli eləyir. Bu cür yanaşma olanda insanın bu halı düzəlir. O da incimək, narahatçılıq, depressiyaya düşmə olmur. İnsan olur rahat. Bu rahatçılıq özü həmin o negativ rəftarları bir növ aradan aparır. Hətta ailənin içində də bu şeyin olması daha yaxşıdır. İnsan bu şeyə riayət eləməsi daha yaxşıdır. Psixoloji tərəfi budur ki, bəzən insan ər, arvad, hətta
ən çox bu hallarda baş verir ki, ərlə arvad arasında, iki həyat yoldaşı arasında. Təbii haldır ki, hər bir ailədə məsələn əsəbləşmə, özündən çıxma, bir-birlərini məsələn alçatma baş verir. Bu halda insan dərindən diqqət eləsə, baxıb görər ki, məsələn xanım məsələn belə deyək, əsəbləşib kişinin üzərinə acıqlanırsa, səsinin tonunu qaldırırsa, bu halda kişi hansı rolda olmalıdır? Onun qarşısında övlad rolunda olmalıdırmı? Yoxsa onunla belə deyək, həm yaşıd formasında, şəklində olmalıdırmı? Təbii ki, burada rola girmək, burada əslində yaxşı mənada rolda olmaq ki, yəni bu ortada yaranan yaxşı olmayan bir məsələ aradan getmək üçün. Əslində hədis bunu da çatdırmaq istəyir ki, qarşı tərəf əsəbləşib, mən onun halını təyin edeyim. Əsəbləşib qışqırır. Məsələn, o özünü valideyn kimi görür. Mən onun qışqırmağına, sözlərinə diqqət edeyim. O qışqırırsa, mən bu halda, o qışqıranda, əgər mən valideyn, övlad kimi özümü hiss eləsəm, o bununla sakitləşəcəkmirsə, onda mən özümü övlad kimi aparım, uşaq kimi aparım ki, qoy qışqırsın, içində olan əsəbi çıxartsın, rahatlaşsın. Yox, əgər onunla həmyaş olub və yaxud o qışqırırsa, mən də qışqırsam, o sakitlik yanacaq, o halda vəzifəm budur ki, üzərinə qışqırım məsələn, mən də o gəldiyi qədər mən də gedim qabağa. Yəni belə, bu halları təyin eləmək üçün bu hədis, nəql olunan hədis də bu yolda göstərir. Əsas hədəfi bu nəql olunan hədisin çatdırmaq istədiyi budur ki, imam ona deyir ki, tapşırığı budur, get, səndən böyükləri özünə valideyn bil. Yəni burada da hətta hədisin içərisində də cəmiyyətdə olan böyük insanları imam buyurursa ki, özünə valideyn bil, yenə də diqqəti hara yönəldir? Valideynin dəyərini bilməyə yönəldir. Özünü, səndən kiçikləri özünə övlad bil. Yəni, yenə diqqəti nəyə yönəldir? Cəmiyyətin uşaqlarını ki, özünə övlad bilirsən, onlarla, öz övladınla necə rəftar eləyəcəkdinsə, xoş rəftar onlarla elə, yenə də diqqəti övladın dəyərli olmasına, yenə də diqqəti bacı-qardaşın dəyərli olmasına yönəldir. Və buna görədir ki, bir çox məsələlər də var ki, bunu da deyib sözümüzü tamamlayaq. Bir çox məsələlər də var ki, bizim həyatımızda bəzən insan çox əlləşir, çox vuruşur, çox çalışır, amma uğur əldə edə bilmir, istədiyi şeyə nail ola bilmir. Hər bir şeydə qaydasında gedir, amma istədiyi bir şeyə çata bilmir. Bu, bəzən insanın belə deyək, çalışmalarında səhv addımlarının nəticəsi olsa da, bəzi hallarda bizim diqqətimizdən kənarda qalan bəzi işlər var ki, o işlər hətta biz istəsək də belə işimizin alınmamasına səbəb olur. Onlardan da biri nədir? Valideynin, yəni ən böyük dəyərlərdən biri olan valideynin, ata və yaxud ananın insandan, övladdan narazı qalması. Nə qədər ki, valideyn övladdan narazıdır, insanın bəzən bir çox, məsələn, addımlar görsən, nəticəsiz və uğursuz olur. Hətta ağır da olsa bunu deyək ki, bir hədisdə İmam Sadiq əleyhissalam buyurur ki, əgər valideyn, ata və yaxud ana övladdan narazıdırsa, inciyibsə, Allah Taala həmin övladın namazlarını qəbul eləmir. Yəni hətta bu dərəcədə, yəni insan ki, Allaha ibadət eləyir, namaz Allaha ibadətdir. Amma valideynin övladdan narazılığı, ondan inciməsi Allahın bu ibadəti qəbul eləməməsinə səbəb olur. Bu qədər dəyərli bir varlıqdır. Hakimlərdən, qazilərdən biri danışır ki, bir gün iki oğul, bir ana gəldilər bir məsələ ilə bağlı yanıma ki, bu məsələni həll elə. Mən həmişə bu məsələnin əksini görmüşdüm. Dedilər, atamız dünyasını dəyişib, anamız da yaşdaşıb, özümüz də ailə sahibiyik. Amma mən istəyirəm, aramızda bir mübahisə yaranıb. Qardaşlar danışırlar. Mən istəyirəm ki, anam mənimlə qalsın, amma qardaşım deyir ki, yox, mənim evimdə qalsın. Qazi deyir ki, mən bunun həmişə əksini görmüşəm. Bir çox hallarda əksini görmüşəm ki, məsələn, valideyn, qardaş deyir ki, yox, səninlə qalsın, o qardaş deyir ki, yox, səninlə qalsın. Hətta çox təəssüflər ki, bəzən qocalar evində də aparırlar, orada saxlayırlar. Deyir, mən soruşdum ki, yaxşı,
Məsələ necədir, ailə durumunuz necədir, yaşayışınız necədir? Deyir, kiçik qardaş dedi ki, mən istəyərdim ki, anam mənimlə qalsın. Çünki qardaşım, böyük qardaşımın ailəsi, uşağı, sayları çoxdurlar, donaşıqları da biraz çətindir. Amma məndə ailənin sayı az olduğuna görə anam mənə yük sayılmır və mənim borcumdur ki, anamla yaşayım, anam mənimlə bir yerdə qalsın. Böyük qardaş yenə narahatçılıq elədi. Hakim deyir, qaldım belə ki, neyim? Birdən yadıma düşdü. Dedim, yaxşı, siz ikiniz də istəyirsiniz ki, anavız sizinlə qalsın. Amma görək ana özü nə deyir? Ananın öz istəyi kimi ilə qalmaqdır. O nə qərar desə, onu da icra eləyərik. O cür qərar çıxardarıq, hökm çıxardarıq. Anadan soruşdular, ana dedi ki, hər iki oğlum mənim üçün əzizdir, doğma balamdır. Amma mən istəyərdim ki, kiçik oğlumla qalım. Səbəb nədir? Səbəb budur ki, böyük oğlumun ailəsi ki, xərcləri ki, çoxdur, ailəsi ki, övladları çoxdur, xərcli çox olduğuna görə ona yük olmaq istəmirəm. Amma kiçik oğlumun şəraiti də var və ona yük olmaram deyənə elə onu ilə qalmaq mənim üçün yaxşıdır. Mənim istəyim budur, qərarım budur. Qazı deyir ki, onda elə ananın istəyi əsasında qərarı da verir, hökmü də çıxardırıq ki, ana kiçik oğlu ilə qalsın. Ana kiçik oğlu ilə gedəndə deyir, böyük oğul yapışır qazının sinəsindən, yaxasından ki, niyə görə bu qərarı çıxartdın, niyə görə razı oldun ki, anam kiçik oğlu ilə qalsın. Deyir, birdən zehnimə gəldi. Axı dedim, səbəb nədir? Niyə görə istəyirsən ki, səninlə qalsın? Dedim, yəqin ki, sənin anavın yaxşı var dövləti var, qızılı, gümüşü, ləlcəvahirəti var. Ona görə istəyirsən ki, səninlə qalsın və bu var dövlət sənə qalsın. Dedi, yox, nə var dövlət, anamın heç bir şey yox. Dedim, axı nədir, səbəb nədir? Dedi, səbəb odur ki, anam ki, mənim evimdən getdi, onda mənim bütün xeyir bərəkətim getdi. Nə qədər ki, deyir, anam bizim evimizdədir, elə bil ki, Allahın bütün bərəkəti bizim evimizə nazir olur. Bu da bir dəyərdir. Yəni, valideyn hətta qocalsa da belə, əldən düşsə də belə, yenə də dəyərdir, onun hörməti qorunmalıdır, ehtiramı qorunmalıdır, saxlanmalıdır və dəyəri bilinməlidir. Və bunun müqabilində Allah Taala da onun, belə deyək də, həm dəyərini bildirir, həm də müqabilində fəzilətlər də verir, bərəkət də verir, həmçinin bağışlanmalar da var və ondan da əlavə insanların, övladların xüsusən işlərinin düzgün nəticələnməsi ilə uğur qazanmalarına belə gətirir, səbəb olur. Ailə özü bir dəyərdir, hər bir baxışla baxanda, hər bir baxış pəncərəsi ilə baxanda və o cümlədən də İslam dinimizlə, Qurani Kərimlə və hədislərimizlə və Əhl-i Beytin pəncərəsi ilə baxanda böyük bir dəyərdir. Allah Taala bizləri bu dəyərləri dərk eləyənlərdən, bilənlərdən və ən əsası qoruyub saxlayanlardan qərar versin.